İmam-ı Kazım aleyhisselam buyurur: İnnallâhe alennâs hüccetəyn. Allah xalqın hidayəti üçün iki hüccət qərar veribdir. Hüccət, burhan. Biri peyğəmbərlər, ənbiya, mursəlin, ilahi övliyalardır, xaricdə. Digəri isə ağıldır insanın öz varlığında. İki hidayət hüccəti var. Allah insanın hidayəti üçün iki hüccət qərar verib. Biri qıraqda ənbiya, övliyalar, imamlar, biri də insanın öz daxilində varlığında ağıldır. Allah iki çıraq yandırıb hidayəti üçün. Birinin adı ağıldır, ağıl çırağı. İnsanın varlığındadır. İkinci çırağın adı vəhy çırağıdır ki, Allah peyğəmbərlərin vasitəsilə insanları hidayət edir. Gərək insan bu iki hüccət ilə, bu iki vasitə ilə əvvəl yolu tapa, tanıya, sonra bu yolu yaxşı gedə. İnsan ağılın vasitəsilə, ilahi peyğəmbərlərin vasitəsilə doğru düzgün yolu tapır, hidayət olur. Və bu doğrun düzgün yolu gedir.